Yağ əslində bir çox insanlar yağdan qorxurlar və rasiondan yağı çıxartmağa çalışırlar. Bir şey Hər şeyi soyutma eləməyə çalışırlar. Hər şeyi soyutma eləməyə. Qadağandır və s. Yox, qızartma əslində də qadağandır. Yağ deyəndə ilk ağla qızartma gəlir. Qızartma gəlir, amma yağ hər şeyin tərkibi, çox qidaların tərkibində yağ vardır. Onu demək istəyirəm ki, yağ deyəndə biz ancaq kərə yağını düşünürük ki, əgər biz kərə yağı, nehrə yağı yeyəcəksə yağ almış oluruq. Yox, yağlar özləri də, yəni nehrə yağıdır, kərə yağıdır. Bunlar doymuş yağlar hesab olunur və bunlar sağlıqlı yağ deyildir. Yaxşı olardı ki, omega 3 ilə zəngin olan doymamış yağlara üstünlük verək. Məsələn, zeytun yağı kimi bir yağa üstünlük verək və bunun da bu yağları da qızdırmayaq. İsitməyək, trans yağlara çevirməyək. Yaxşı olardı ki, süzmə yağlardan, yəni salat düzərdiksə üzərinə səpək və şorba bişirdiksə elə ətin suyunda olan yağ bizə bəs eləyər. Yəni aşırı yağlara üstünlük verməyək. Bir də biz kənardan yağ alaq. O qədər qidalar vardır ki, onların tərkibində yağ var. Məsələn, qozun, fındığın, qızardılmamış tumun, günə baxanın tərkibində bəzən sual verirlər ki, nə fərqi vardı? Yağ qrupundandır, qızardılmış günə baxan və deyirəm bu isidilirsə, yəni yağ qrupundan necə deyirik ki, biz yağı isitməyək, trans yağa çevirməyək? Əgər isidiriksə, istirik qozu, fındığı qovuranda belə deyirik ki, onun həm kalorisi artır, həm də tərkibindəki sağlıqlı yağın miqdarı aşağı düşür. Ona görə yaxşı olardı ki, bütün o yağ qrupundan olan qidaları da çiğ şəkildə, qızarmamış şəkildə yeyək. Qoz yeyək, fındıq yeyək, gün ərzində bir ovuc həmişə icazə verilir. Qozdur, fındıqdır, tumdur, çırtlaya bilərik, amma yenə bayaq dediyim kimi qızarmamış şəkildə. Bir də zeytun. Ən yaxşı yağ tərkibində yağ olan qida zeytun sayılır. Bir pors yazılarsa əgər 5-7 dənə zeytun, bir pors harca 45 kalorilik bir yağı əvəz eləyir. Ona görə də zeytun yeyərək də biz yağa olan tələbatımızı ödəyə bilmərik.